Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Laçın rayonu və Füzuli şəhərinə köçürülən sakinlərdən daha bir qrup şəxsi özünə məşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlərindən təmin edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Vüsal Nəsirli özünə məşğulluq proqramı üzrə aktivlərlə təmin olunan sakinlərlə görüşüb. Qeyd olunub ki, proqram iştirakçılarının quracaqları kiçik təsərrüfatlar onların sosial rifahının yaxşılaşmasına töhfə verəcək və bölgədə yeni iş yerlərinin açılmasına da imkan yaradacaq. Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə edib, özünə məşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər. Verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları un məmulatları istehsalı, dərzi sexi, avtoçilingər, dönərxana və kişi bərbərxanası xidmətləri üzrə kiçik biznes sahələrini yaradıblar. Bakıda işləyirdim, eyni avto təmirlə məşğul idim. Bura köçəndən sonra işsizliklə bağlı mən məşğulluğa müraciət eləmişəm. Sağ olsunlar, avadanlıqla bugünkü gün təmin oluram. Bundan sonra da yenə öz işimi davam etdirməyə məşğul olmaq istəyirəm. Bura köçməmişdən əvvəl Zovcuq qəsəbəsində yerləşmişdik. Sonra köçdük bura. Əvvəl müraciət eləmişdim mən. Bakı şəhərində olanda müraciət eləmişdim məşğulluğa, dost mərkəzi. Bura müraciət eləmişdim. Onlarla qədər bir də xəbər gələndə sevindim ki, şükürlər olsun. Yəni avadanlıqlar mənə veriləcək. Bundan başqa böyük qayıdış proqramının iştirakçıları olan vətəndaşlarımızın digər məşğulluq tədbirlərinə cəlbi də həyata keçirilir. Bu günə qədər ümumilikdə 4000-ə yaxın köç etmiş vətəndaşımız müxtəlif məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan 2800-ü müvafiq işlərlə təmin olunub. Bayaq qeyd etdiyim kimi 221 vətəndaşımız özünü məşğulluq proqramına cəlb olunub. Həmçinin 150-yə yaxın vətəndaşımız da müxtəlif peşə kurslarına cəlb olunub. Bu peşə kurslarını bitirdikdən sonra da həmin vətəndaşların işlə təminatı həyata keçiriləcək. 23-cü ilin oktyabrın 30-u Laçına köçmüşük. 2 gün sonra Məşğulluq Agentliyindən evə nümayəndələr gəldilər. Onlara müraciət elədim. Un məmulatları, avadanlıqlar üçün. Bugünkü gündə də Allahın köməkliyi ilə gətirdilər. Gəldik, qəbul elədik. Özünə məşğul ailəsinə müraciət etdim. Mənə bərbər avadanlıqları verirlər. Çox sağ olsunlar. Bütün əziyyət çəkənlər var olsunlar. Allah köməkləri olsun. Şadam ki, bu günləri vətəndə mən bərbər fəaliyyətlə məşğul olam. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların sayəsində büyümüz vətəndəyik, fəaliyyətə başlamışıq. İyun ayında Məşğulluq Agentliyinə müraciət elədik ki, bizə avtoçilingərlə bağlı avadanlıqla təmin eləsinlər. Çox sağ olsunlar ki, bugünkü gündə bizi avtoçilingər avadanlığı ilə təmin elədilər. Qeyd eləyək ki, Böyük Qayıdış proqramı çərçivəsində doğma yurtlarına köçürülən sakinlərdən özünə məşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatları yaradılan şəxslərin sayı artıq 221-ə çatıb.